başladıram. Bu arada Nihat, Nərgiz, Yusuf adınızı bez öyrənməyim çəkə bilər. Bizim dərslərimiz başlamışa rekord olunub və həmişə YouTube kanalımız var, gizlidir. Yəni ancaq siz, yəni qrup uşaqları görə bilirsiniz o videoları, özüm açmıram cəmaata. Olur da biz arada özümüz oturub söhbət edirik çünki dərsdə. Nədir? Hər dərsin rekordu var. Yəni ən pis halda deyək ki, dərsdə bir şey yadınızdan çıxdı, yəni dərsdə keçdiyimiz bir şey yadınızdan çıxıbsa, ən pis halda girib rekorda bir də baxa bilərsiniz. Tamam? Rekordun Bəli. linkləri də mən şey eləmirəm, hər dəfə qrupa atmıram. Qrupun biosu var. Bio nə olduğunu bilirsiniz yəqin ki. Qrupun üstünə vuranda açılan tabda. Orada link var bir dənə, sabit linkdir. Hər dəfə ora bir şey linkin üstünə avtomatik qoyuram. Bir dəfə vurursunuz, bütün dərslərimizi görəcəksiniz. Belə, başlayaq sualından. Üzü o yana doğru gedək. Bu sual heç yaxşı sual deyil, amma olsun, baxaq. Sualda nə deyir? Bir dənə ata və qız deyək, atlara girməyin önəmi yoxdur. Qız deyilərsə, oğlan da, hətta Buratinodur çünki. Atası Carlo Buratino'ya $1 verir ad günü üçün və onu götürüb banka depozit kimi yerləşdirirlər. Tamam. Daha sonra nə baş verir ortada? Bir saniyədən bunu da əlavə eləyək. Qrup suallarına rahat baxa bilsinlər uşaqlar. Tamam. Sonra bu son şərti biraz qəribədir, razıyam. Buratino götürüb bunu banka qoyurlar. Hər dəfə pul 2-yə qatlanır və Pirusdakı keçən il deyək də keçən ilkinin 2 qatı Pirusdakı yaşı qədər üstünə əlavə olunur. Səhv eləmirəmsə düz dedim. Aha, Cavid də gəldi. Hamı buradadır. Salam Cavid. Salam müəllim. Bir dənə kimə baxacağım buradan? Nəyə baxacağım? File'la yazmışsınız. Bunu bəzi uşaqların forla yazır. Niyə forla yazdığını mən də tam başa düşmürəm. Niyə forla yazmağın səbəbi nə olur bilmirəm. Biz də file'la yazacağıq. Son şərtini aydın oldu mu? Əslində məncə yox, olmadı. Bax, nə deyirik? İlk başda $1 var. Bunu banka yatırırlar. Sonra nə edirlər? Hər növbəti il keçən il yatırdığının 2 qatı Pirusdakı yaşı qədər əlavə pul qoyurlar banka. Deyirlər ki, bankda əgər totalda $S olmağı üçün ən az neçə il lazımdır bizə? Yəni neçə il ərzində bizə bankdakı pulumuz ən azı $N olar. Daha sonra $S olar. Tamam, məsələn, gəlin baxaq. 15-dirsə, ilk il banka qoyurlar $1, düzdür? Növbəti il səhv eləmirəmsə $2, üstə gəlsin $1 əlavə pul qoyurlar banka. Bu $2 hardan gəldi? Bu keçən ilkinin, keçən nə qədər qoyulmuşdursa onun 2 qatı plus 1 qədər, düzdür? Daha sonra, bunu biraz təmiz yerdə yazaq. $1, daha sonra 2 plus 1 elədi bizə $3. Baxın, totalda bu dəqiqə bankda $3'ımız yoxdur ya. Bu birinci il qoyulub, bu isə ikinci il qoyuldu. Üçüncü il qoyulma bizdə olacaq. Nə deyirik? Keçən ilkinin 2 qatı 6 üstə gəlsin 2. Yəni keçən il 3 qoyulmuşdu, 12 qatı üstə gəlsin uşağın indiki yaşı. Yaşı prosta 1-dirmi, 2-dirmi? Desəm bu 2-dir, bu 4-dür, bu 8-dir, bu da 3-dür, çünki 3 yaşı olur. İşte bu şəkildə gedir və bizə də nə lazımdır? Bu ümumi cəmi ən azı S olmalıdır neçənci ildə. Tamam, bunu tapmalıyıq. Nə götürürük? Bir dənə gəlin S-i daxil edək əvvəl. Sinez. Bu arada uşaqlar, mən kodlarımı çox uzun tutmuram.
Bir dənə define elirdən istifadə edirəm. Long-ongun əvəzinə. Bir də bitsdən həmişə istifadə edirik ki, başqa kitabxanalara yazmağa ehtiyac olmaz. Tamam. İndi bir dənə total götürək. Totalımız olsun. İlk ildə bir də onsuzdan o bilirik. Sonra bir dənə nə lazımdır bizə? Keçən il. Keçən il nə qədər qoymuşuq? İndi o da əslində 1 olacaq. Bir də bizə nə olacaq? Yaşı. Uşağın yaşı. Aysa. Yaşı, hə, çox uşaq nə deyirdim? Buna i deyirlər, buna 1 deyirlər. Yəni şagirdlərimin keçən dəfə sağ olsunlar, çox şaşırdıblar mənə o konuda. Bunu belə niyə yazırlar? Götürüb bunu for-la yazırlar. Tamam, for i-ni 1 götürürlər. Elə düşünürlər ki, i yazılırsa ancaq for-la yazılmalıdır. Yox, i burada məsələn yaşı yenə də deyə bilərsiniz, fərqi yoxdur. Dediyimiz kimi əsas orada önəmli olan bir göstəricidir. While başladacağam. While bizə nə lazımdır? Total pulumuz kiçikdirsə s-dən biz davam edə bilərik. Düzdür? Mən nə edəcəm? Bir dənə düşünüm tez. T mənə nə göstərir? Yox, T totalı göstərir. Total pulumun üstünə hər dəfə nə gəlirəm? 2 vurulsun previous-dən. Keçən il nə qədər qoymuşamsa. O üstə gəlsin yaşı qədər. Düzdür? Yəni total pulum hər il bu qədər dəyişəcək. Hər il yaşım 1 vahid artacaq. Bir də nəsə baş verir əlavə olaraq. Hə, previous dəyişir. Previous nə qədər olur? Əslində yəni elə bunu belə yazaq. Bunu previous yazaq. Previous artıq belə dəyişir və T də hər dəfə previous, indiki previous qədər belə artmış olur. Tamam. Burada da siyahıdakı durursa artıq mən yeni çıxışa versəm əslində bir növ. Çünki yaşı qədər olanda artıq mən yeni çıxışa versəm səhv eləmirəmsə ödənmiş olur. Yox, y-1-i verməliyəm səhv eləmirəmsə. Niyə? Çünki artıq bu durubsa artıq keçmiş oluram da bunu. Düz yox. Nəsə bilirəm, yenə baxacağam. Məncə bir dənə minusdan olmalıdır. 15-i mən nə vaxt keçəcəm? 3-də keçəcəm də, 4-də yox, 3-də keçməliyəm. Düzdür? Ay sağ. Niyə? Minus 1 verməyimizin səbəbi aydındır. Çünki mənim kodum gələcək yeni bir vaid sonra 3 olanı bir vaid artıracaq, eləyəcək 4. Amma 4-ü burada artırandan sonra bir də qalxıb yuxarı while-a baxanda artıq anlayacaq ki, hə, artıq keçmişəm. Onun üçün bu 4 yox, bizə 3 çıxışa verməyə lazımdır. Aydındır? Bu şəkildə yazırıq. Bəli. Qaranlıq qalan. Hə, uşaqlar, bir də təzələrə bir dənə üzümü yenə tuturam. Bizim dərsdə çox ciddi aldığımız bir neçə dənə qayda var. Çox ciddi deməyim. Ciddi aldığımız bir neçə qayda var. Daha doğrusu 2 dənə qayda var. Birincisi, harda nəsə bir sualınız yaransa, qaranlıq qalan, qalmayan, bir maraqlandıran, əlavə yoxdur, amma dərsdən əlavə sayılmır. O dəqiqə, yəni heç bir əl qaldırmağa falan ehtiyac yoxdur. Mikrofonu açırsınız, müəllim, nə bilim, falan yerdə bir qaranlığım var, bir də qayda bilərikmi? Biz ona 100 dəfə belə olsa 100 dəfə qaydacağıq. Tamam? Bu barədə heç bir şey eləmirsiniz. Çəkinmək, narazı durmaq falan ehtiyac yoxdur. O dəqiqə açın mikrofonu, sözünüzü deyin. Tamam? İkinci, görsəz ki, nəsə demək istəyirsiniz, amma həmin anda başqası danışır və deyə bilmirsiniz. Hə, onda bir dənə əl qaldırmağa basırsınız ki, o yoldaşınız qutarsın, mən də bir şey demək istəyirəm. Tamam? Mənim əsasən uşaqlara tapşırdığım 2 dənə qaydadır. Yoxsa belə mən çox ciddi dərs keçirməyini sevmirəm, çünki bir müddətdən sonra çox ciddi dərs insanları dərsdən soğudur. Tamam? 2 dənə qaydaya əməl edin, başqa heç nə istəmirəm. Getdik. B sualı, hamı yazıb maşallah, göz dəyməsin. Nə istəyirdi? Hə, o məşhur sual. 2-yə bölünürsə böl, bölünmürsə üstünə 1 gəl. Neçənci dəfədən sonra 1-ə gəlib çıxarıq. Kodu çox sadədir, sadəcə rekorda düşsün deyə bir nəfərin kodunu göstərəcəm. N-i alırıq, Z0-dır, bizə count-u sayır böyük ehtimal, düzdür? Bölünürsə bölürük, əks halda bir vaid artırırıq. N də 1-dən böyük olana kimi davam eləməliyik. İndi bunu yazanda
heç nə, z-i də hər türlü bir dənə nə eləməyimizdən asılı olmayaraq artırırıq ki, z artsın, ən axırda da count veririk. Hamı yazıb deyə qısaca üstündən keçdik. S. A plus B sualı. Sualda çətin bir şey yox idi, amma sin AB-dən danışmışıq da uşaqlar. While-ın içində sin AB yazmağın önəmi. Düzdür? Bəli müəllim. Aha. Bəli. Nə olduğunu xatırlayaq. Biz deyirdik ki, while-ın içində mən 0 və ya 1 yaza bilirdim. Bunların önəmi nə idi? 0 yazmaq heç koda baxmırdı. 1 yazmaq da sonsuza qədər belə icra edirdi. Və bundan əlavə dedik ki, biz sin bir ədəd yazanda bu A-ya bir qiymət verir, düzdür. Amma bundan əlavə bu bizə bir value qaytarır. Bu nə value-dur? Yəni mən bu operasiyanı, məndən xahiş olunan operasiyanı eləyə bildimmi, ya eləyə bilmədimmi? Eləyə bildimsə 1, eləyə bilmədimsə 0. Biz də bunu öz xeyrimizə necə istifadə edirdik? AB yazırdıq. Daha sonra bura sin A, B yazırdıq. Deyirdik ki, əgər AB-ni daxil eləyə bilirsənsə, onsuz da while-a bir 1 qaytaracaqsan və while da bunu düşünəcək ki, hə, onda bir də elə. Ta ki, eləyə bilməyənə qədər bunu elə. Okey? Alırsınız, siyahıda A plus B-ni verirsiniz və bu ilə də bitir. Tamam. Okey, uşaqlar. S-də Çinarla Mələyin cavabı var imiş. Mələ yəqin suallara çox baxa bilməyib. Belə. D. Ədədi rəqəmlərin cəmi keçən kontekstdə də var idi. İzah kod olaraq yenə bir nəfər üçün göstərəcəm. Modul önəmlidir. Bu modul demişik. Çünki orada şərtdə böyütmə vurğuluyur. For-la yazmağınıza ehtiyac varmı desəz yoxdur. For-la yazmayın, while-la yazın. While-ın içində bir dənə şərt qoyun. Amma for-la da gördüyünüz kimi yoldaşınız yazıb, siz də yaza bilərsiniz. Daha sonra bunu da vurğulayım. Əgər bu həlli for-la yazmaq istəyirsinizsə, for-un xüsusiyyətlərindən çox yeteri qədər istifadə edin. Bu nədir? Biz nə deyirdik? While-la həlli yazaq bir dənə onda, gəlin sonra for-la onun izahını götürək. Sum olsun 0, sinin, düzdür? While-la yazanda mən while, baxın, həmişə deyirəm ki, for-u bir extraordinary for yazacaqsınızsa, yəni for istifadə olunmamalıdır, amma for yazacaqsınızsa, onda bir while-ını qurun beyninizdə, sonra for-a çevirin. Tamam? Bunu da necə quracağıq? Məsələn, şərt eynidir. En böyük olmalıdır 0-dan. Düzdür? Bu eynidir. Yaxşı, bəs burada ABS var. Bunu qısaca tənqid edeyim. En bərabərdir ABS N. Yaxşı, bəs mən necə düşünəcəm? Mən LLK götürürdüm hər dəfə n-10-u tapmaq üçün. Düzdür? Ədədin rəqəmini tapmaq üçün. Daha sonra sum'un üstünə k-nı gəlirdim. Düzdür? Və n böl bərabərdə 10 yazırdım. Yazamıyorum. Aha, yazdım. Tamam. Bunu dedik ki, hər türlü eləyirəm, ən sonunda siyah sum verəcəm. Uşaqlar, biz for quranda, gəlin foru bir dənə ayrıca quraq. Baxın, foru yazanda dedik, burada bir dənə dəyişən yaradacağıq, yazırıq. Əks halda boş qoya bilərik. While-ın içinə baxmağınızı istəyirəm. Mən yeni dəyişən yaradıram while-ın içində. Xeyr. K-nı. K-nı yaradıram da uşaqlar. Düzdür? Tamam. Yaratdığım bir şey deyil. Onun üçün deyəcəm ki, LLK bərabərdir n faiz 10. N böyüdür 10, daha sonra 0. Və n böl bərabərdir 10. Hə, artıq burada sum plus bərabərdir k yaza bilərsiniz. Amma yəni, özünüzə necə demişəm, for-u adətən biz nə üçün istifadə edəcəyik? A-dan başlayıb, deyək ki, B-yə doğru müəyyən bir addımlarla irəliləyiriksə. 1 vahid artıra, plus plus, minus minus, vur bərabər 2. Yəni, adətən for-u sayğac kimi, yəni tərcüməsi sayğac deməkdir onsuz da. Bizim istifadə kontekstimizdə sayğac. Bunu yazmaqdansa bunu yazın. Bu sual həlli üçün. Amma bu tipdə bir şeylər yazıla bilər. Tamam. Bu da belə.
Daha sonra C-dən keçirik. Y-dən keçirik. Hə. Burada bir neçə uşağın əslində problemi var. Bu da mən həmişə elədiyim şeydir. Yeni dərs keçməzdən əvvəl bəzən tapşırıqları uşaqlar verirəm. Bir şeyləri yazmağınızı gözləyirəm. Yaza bilib, yaza bilməməyi, sonrası bilirik də. Səhvlərə həmişə baxırıq. Gəlin onun üçün yeni dərsimizi az-maz danışaq, sonra qayıdaraq homeworklərə. Tamam? Çünki yeni dərsimiz homeworklərimizdən biraz əlaqəlidir. Okey? Deməli, Bəli. dərsimiz nədir? Bölmə, sadəlik, ədədin bölənləri, ədədin sadə olub olmaması, bir də üçüncü önəmli olan bu hələ ki boş ver. Əsas ikisinə odaqlanaq. Vaxtımız qalsa üçüncüyə baxarıq. Ümumiyyətlə, bölən nə deməkdir? Yəni ədədin bölənləri deyəndə nə nəzərdə tuturuq uşaqlar? Mən sizə bir 60 versəm, bunun bölənlərini say desəm, hansı məntiqlə mənə o ədədləri deyəcəksiniz, adını çəkəcəksiniz? Hə? 60 həmişə üstünə gələndə. Neyəndə? 60 hər dəfə üstünə gələndə. Mən bölən, yəni mən məsələn 120, 160, 120, 180 onlardır yoxsa Yox. 2, məsələn 2, 3. Aysa olardı. Uşaqlar, bölən nədir? Bölən, məsələn, gəl fərz eləyək ki, x ədədi 60-ın bölənidir. Bu o deməkdir ki, elə bizim öz yazdığımız yolla baxsaq, 60% x, yəni 60-ı x-ə bölünəndə alınan qalıq həmişə məndə 0 olmalıdır. Yəni 60 x-ə tam bölünməlidir. Bu o deməkdir. Tamam? Və x natural ədəddir. Yəni 0.5, 3/1 kimi ədədlər deyil. Tamam? 1, 2, 3, 4 kimi natural ədədlərdir. Mənfi də ola bilməz. 0-dan böyük, yəni sözün həqiqi mənasında natural ədədlər. İndi baxaq görək ki, mən ədədin bölənlərini necə tapa bilərəm? Ədədin bölənlərini tapmağın ən rahat yolu elə məntiqən bir-bir yoxlamaqdır. 1-dən başlayıb n-ə qədər, yəni 60-a qədər mən bir-bir bütün ədədləri yoxlasam ki, 60% i 0-dırsa, count i, yəni dediyimizi yazaq. Bir dənə ll n götürsəm, sin n. Yoxla, bir dənə for götürüb, int i 1-dən, i kiçikdir n-ə, i plus plus. Bir dənə yoxlasam ki, if n faiz i 0-dırsa məndə, çıxışa nəyi ver? i-ni çıxışa ver. Tamam. Bunu yoxlasam, avtomatik başa düşəcəm ki, əgər i bölənirsə çıxışa verir. Onda mən bura 15 yox, 60 yazsam, run eləsəm, mən 60-ın bütün bölənlərini görmüş olacam. Aydındır? Bəli. Bir daha kodu başlaya bilərsiniz. Bax, 1-dən başladım, i oldu 1. N-ə qədər gedirəm, yəni 1-dən 60-a qədər gedirəm. Bölən də nə dedik? Əgər 60-a tam bölünürsə əmin ədəd, yəni 60 məsələn 3-ə böləndə Bəli, başa qalır, yox. Əgər qalıq qalmırsa, 0-dırsa, deməli 3 artıq mənim bölənimdir. Mən bunu 1-dən 60-a kimi olan bütün ədədlər üçün yoxlayıram. Məsəl üçün, tamam? Bəli, başa düşdüm. Digərləri hamıya aydındır? Bəli. Bəli. İndi uşaqlar, bunun arxasında bir riyaziyyat yatır, yəni bir riyazi məntiq var. Gəlin onu biraz daha sadələşdirək. Yadımızdadır uşaqlar, biz time limit deyə bir şey keçdik. Time limit görürdük də sual həlləri yazanda. Biz time limitin olmağının iki səbəbi var deyirdik. Gəlin bir dənə tez olaraq yadımıza salaq. Birinci səbəb o idi ki, uşaqlar, bizim kodumuz infinity loop-a düşürdü. Necə? Məsələn, while-ın içinə mən əgər 5 True. bölü 3 yazsam, true yazsam, 1 yazsam, 0 yazsam, yox 0 yox, 0 yox da, yəni 1 yazsam, true yazsam, 5 bölü 1 yazsam və yaxud da hansısa bir operasiya yazsam ki, həmişə düzdür, yəni heç bir şey təsir eləmir. Biz nə demişik? Bu kod
sonsuza qədər belə cycle kimi durmadan işləyəcək. Tamam. Ya bu kodu durdurmağın yolu içinə break return 0 yazmaqdır. Ya onu da yazmamışıqsa, deməli durmadan işləyəcək. Kod durmadan işləyirsə, nə vaxtsa duracaqmı? Əlbəttə ki, yox. Deməli, artıq time limit probleminin ilk qarşılaşdığımız hal budur. Yəni bir şey durmadan gedir və durmur. Deməli, vaxtımızı çoxalır. Sualın həlli. Ya heç durmadığı üçün, yəni həqiqətən çoxalmış sayılır. Bu birinci üsul, yəni birinci səbəbimiz. Və ikinci time limiti nə vaxt alırdıq uşaqlar? Yadınızdadır, biz belə bir şeydən danışırıq. Deyək ki, sualımızda bir for varsa, for A-dan başlayır, B-yə kimi bir-bir gedirdisə, məsələn, plus idisə, deyək ki, i++ idi. Deyirik ki, məsələn, B çıxılsın A, məndə 10^7-dən böyüdürsə, məsələn, 1-dən başlayıb elə 10^9-a kimi getsəz, burada, avtomatik görsəz, təxmini nə olunur elə? 10^9 alınır da dövrlərin sayı. Düzdür? Yəni siz for'unuz 10^9 dəfə təkrarlanacaq deməkdir. Onda sizin kodunuz 10^9 dəfə təkrarlanırsa və 10^7-dən böyüdürsə, siz avtomatik nə alırdınız? Time limit alırdınız. Tamam. Bəli. Bu. Hamıya aydındır bu. Time limiti niyə alırıq? Hansı vaxtlarda alırıq? Bəli. Okay. İndi qayıdaq bizim kodumuza, bu yazdığımız koda. Biz nə yazmışıq burada? 1-dən n-ə kimi gedir. Məsələn, mən 10^9-un bölənlərini tapmaq istəsəm, desəm ki, 10^9-un bölənləri hansılardır? Mənim kodum başlayacaq 1-dən, gedəcək 10^9-a kimi. Avtomatik nə olacaq? Time limitə düşəcək. Okay? Yəni mən bunu çək eləyə bilmirəm. Aydındır? Ay, nə olur uşaqlar? Yəni niyə 10^9 eləyə bilmirəm? Bəli. Yaxşı, bəs indi maraqlı sual budur. Mən necə edeyim ki, 10^9-un da sadə olub olmadığını, yəni sadə yox, bölənlərini tapım heç olmasa, sadəliyini hələ qoyaq qırağa. Hə, uşaqlar, artıq burada biz çox məntiqli bir şeylə qarşılaşırıq. Gəlin bir də 60-ın bölənlərinə bir də göz ataq. Oradan bir qəşəng ardıcıllıq tutacağıq. Bir dənə fikir verin bu ardıcıllığa. Bunu böldüm. Bir dənə bura diqqət vermənizi istəyirəm. Uşaqlar, mənim ədədim nə idi? 60 idi, düzdür? Bir dənə fikir verin. 1 vurulsun 60, mənə 60 verir. 2 vurulsun 30, mənə 60 verir. 3 vurulsun 20, mənə 60 verir. Yəni, mən buradan hər hansısa bir ədədi götürəndə, yəni onu buradan da bir digər tayını tapıb özünə vursam, yəni eyni ardıcıllıqla götürsək də, yəni birinci ilə birincini, ikinci ilə ikincini, dördüncü ilə dördüncünü götürsəm, bir-birinə vursam, avtomatik nə almış oluram? 60 almış oluram. Yəni, n neçədirsə onu almış oluram. Okey, burada bir qaranlıq qalan bir şey yoxdur. Yəni, məntiqlidir də əslində, düzdür? Hə, uşaqlar? Bəli. 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 Aha. İndi, məsələ nədir? Yaxşı. Bəs belə bir şey düşünsək, mən düşünürəm ki, onda, məsələn, mən bu dəqiqə 12-dən bölənim var da burada. Bir sayısız 12-dən böləndir. Mən düz, baxın, 6 dənəsindən sonra, yəni 1, 2, 3, 4, 5, 6-cıdan sonra bir dənə xətt çəksəm, desəm ki, mənə bunlar lazım deyil. Mən bunları qaralayıram. Niyə? Çünki mən ilk 6-sından istifadə edib, onsuz da digərlərini tapa bilərəm də. Necə? Məsələn, mən demək istəyirəm ki, axırdan ikinci bölənini tapım. Onda əvvəldən ikinci bölənini taparam. 60-ı bölərəm həmin ədədə. Yəni 2-yə bölsəm 30 alacam. Hansı ki, axırdan ikinci böləndir. Düzdür? Və yaxud da mən 10 almaq istəsəm, onun payri nədir? Yəni o biri cütü hansıdır? 6-dır. 60-ı bölərəm 6-ya. Alaram nəyi? 10-u. Yəni istədiyim ədədi alaram. Yəni mən ədədi belə deyək də, totalda x dənə böləni varsa,
onların yarısını bilsəm, yəni x bölü 2-sini bilsəm, avtomatik digər x bölü 2 dənəsini də tapa biləcəm də. Aydındır? Bəli. Okey uşaqlar. Tamam. Bir qaranlıq qalan bir şey yoxdur. Xeyr müəllim. Okey. Sonra davam edirəm. Yaxşı, bəs indi mən hardan bilim ki, məsələn deyək ki, ədədin bölənlərini tapa-tapa gedirəm. Hardan bilim ki, ədədin neçə dənə böləni var? Onlarda mən x2 dənəsini tapmışammı, tapmamışammı? Uşaqlar, burada da çox qəşəng bir dənə məqama rast gələcəyik. Baxın, biz bayaqdan nə deyirdik? Əslində biz bu tən ortanı necə tapdıq? 1 ilə, yəni bu ədədləri bir də yazdım ki, daha aydın görsənsin. Mən 1 ilə 60-ı götürürdüm, 2 ilə 30-u götürürdüm, 3 ilə 20, 4 ilə 15, 5 ilə 12, 6 ilə 10. Yəni belə götürə-götürə tən ortaya gəlib çıxdım da, düzdür? Okey? Yəni random özümdən gəlmədim ki, belə ədədləri cütləşdirə gəldim ortaya çıxdım və gördüm ki, tən yarıdır. Yaxşı, bəs indi belə bir sual versəm. Ədədim 60 yox, 16 olsaydı nə olacaqdı? 16-nın bölənlərini yazsaq, 1-dir, 2-dir, 4-dür, 8-dir, 16-dır. Yenə baxın uşaqlar. 1 ilə 16, 2 ilə 8, 4 və 4-ün yenə özü. Aydındır? Yəni bunun xətti düz 4-ün üstünə düşür. Okey? Yəni 4 hər iki tərəfə aid bir şey sayılır. İndi bir də fikrinizi bura versəz, biz kök altda 60 yazsaq, tamam. Bu mənə təxmini neçə verəcək? 7 nöqtə neçəsə verəcək də, düzdür? 7 nöqtə bilmirəm, 0 nöqtə neçəsə kimi getməlidir. Və tən ara düşür əslində. Düz şeyin üstünə düşür də. Bu ikisinin xəttin üstünə düşür. Yəni 16-dan böyükdür, 10-dan kiçikdir. Düzdür? Onda mən deyə bilərəm ki, elə o xətti təyin eləməyimin yolu kökə qədər getməkdir. Okey? Onsa kökdən sonrası mənə dediyim kimi o ikinci sərhəddə düşür. Bu birinci sərhəd kimi baxın, buna ikinci sərhəd kimi baxın. Bu kök tən ikisinin ortasıdır. Yəni iki şey bir-birindən ayırır. Tamam. Yəni mən 1-dən başlayıb kökənə qədər getsəm və bölənlərini bir-bir tapsam və əgər də ki, i bölənlidirsə, onda n bölək i yazsam, onu digər, məsələn, 1-i tapdım, n bölək 1-dən istifadə edib bu 60 tapa bilərəm. 2-ni tapdım, n bölü 2-dən 30-u taparam. Bu şəkildə kökə kimi gedərəm. Baxın, kökə çatdım. Bunu götürdüm, düzdür? Bundan istifadə edib 10-u tapdım. Artıq mənim 10-u keçib, ondan istifadə edib 6-ını tapmağıma ehtiyac var. Yoxdur da, düzdür? Deməli. Elə mən kökə kimi getsəm, kökdə dursam bəs eləyir. Aydındır? Bəli. Bəli müəllim. Gəlin bir dənə bu kodumuza biraz düzəliş eləyək. Kök n-ə qədər yox. İndi gəlin SQRT n-ə qədər gedək. Bilirik ki, SQRT nəyi tapır? Kökü tapır. Kökə qədər getsəm, i-ni verəndə yanına bir də n bölək i-ni versəm və end-ol yazsam. End-olu niyə yazırıq uşaqlar? Şey tapsın. Yəni alt-ata verək də hələ ki. Baxın, mən birinci bölənimi tapdım 1. 1-i tapanda avtomatik nəyi tapdım? Digər böləni tapdım. 2-ni tapdım, avtomatik 30-u da tapdım. 3 ilə 20, 4, 15, 5, 12, 6, 10. İndi, gələk bizim bunu niyə elədiyimizə, time məsələsinə, vaxt məsələsinə. Birinci işləyirdi, 1-dən n-ə qədər gedirdi. Sonra buna deyəcəyik o-n. O, burada şey bildirir, time'ın belə də, time deməyəcəyik, o deyəcəyik qısaca. O, mötərizədə n. Yəni, deyək, həqiqətən də 1-dən n-ə qədər getdik, n dəfə dövr elədik. Amma 1-dən başlayıb kökənə qədər getsək, bu bizə nə eləyəcək? O, kökən. Okey, bu o məsələsi sadəcə deyimdir. Okey? Yəni sadəcə demək üçün deyirik bunu. Yoxsa bir özəlliyi yoxdur o-nun.
Baxın, indi hansı daha sürətlidir sizcə? Kökü n dəfə dövr eləmək, yoxsa n dəfə dövr eləmək? N dəfə. İndi gəl məsələn yerinə ədəd qoy. Məsələn, ədədimiz olsun 100. Sən o 100-ün olacaq nə? Elə o 100, amma altdakı olacaq o kök altda 100. O da Yox, olacaq yox. nə? 10-da yəni. Aradakı fərqə baxın. Birində sən 100 dəfə dövr eləməlisən ki, bütün ədədin kök şeyini tapasan, bölənlərini tapasan. Birində cəmsi 10 dəfə dövr eləsən, bəs eləyir. Daha o yana getməyə ehtiyac qalmır. Aydındır uşaqlar? Sualın həlli. Həlli deməyim, yəni ümumiyyətlə. Ədədin bölənlərinin tapılması. Bəli. Ədədin bölənlərinin tapılmasının ən optimal yolu budur uşaqlar. Tamam? Bu şəkildə yaza bilirik. Buyur, nəsə demək istəyirsən? Yox. Yox. Tamam. Yox, neydi adın? Gözəl yazması lazım. Yusuf. Düz dedim. Hı. Okey uşaqlar. İndi gələk homeworklərimizə. Homeworklərdə bu tipli sualları çox qoymuşdum. Düzdür? Bəziləriniz yazmısınız, bəziləriniz də yazmamısınız. Y-dən başlayaq. Ədədin sadə olub olmamağını soruşur. Prime sadə ədəddir. Bir ədəd nə vaxt sadə olur? Yalnız 1-ə və özünə bölünsün. Məsələn, 7. 7 sadəcə 1-ə bölünür tam və 7-nin özünə təkcə. Ədədin başqa böləni var? Yoxdur. 13. Bir dənə 1-ə bölünür, bir də 13-ün özünə bölünür. Düzdür? Və yaxud da 26. 26 neçə böləni var? 1-ə bölünür, 2-yə bölünür, 13-ə bölünür, 26-ya bölünür. Gördünüz? 2-dən çoxdur deyə bu artıq prime deyil. Tamam, yəni sadə ədəd deyil. İndi sizə bir ədəd verilib. Ədədin sadə olub olmadığını tapmağınız istənilir. Elə B deyək, bölənlərin sayını tapsaz ki, ədədin neçə dənə bölənliyi var. Məsələn, 2 dənə varsa, avtomatik biləcəyik ki, sadədir. 2-dən çoxdursa, avtomatik biləcəyik ki, deyil. Sadə deyil. Tamam. Bəli, müəllim. Belə. Onda bu kodda necə düzəliş eləyərəm ki, onu tapım. Bir dənə count götürərəm uşaqlar. Baxın, əgər hər hansısa bir bölən tapdımsa, mən count-u nə etməliyəm? Hə uşaqlar? Bir vahid artırılır. Bir vahidimi artırmalıyam, yoxsa daha çox artırmalıyam? Bax, sual budur. Sizə plus yazmalıyam, yoxsa başqa şey yazmalıyam? Sıfırdan başlayıbsa plus. Plus 2. İndi uşaqlar, baxın. Niyə mən plus yazmamalıyam? Uşaqlar, biz nə dedik? Tamam. I bölünsün, n bölünsün i faiz 0. Həqiqətən mənə yoxlayırdı ki, i ədədin bölənidirmi? Düzdür? Bəs biz nə dedik axı, əgər həm də bölənidirsə, mən avtomatik əmin oluram ki, n bölünsün i də ədədin bölənidir də. Yəni, baxın yenə, yandakı durur. 2-ni tapanda, ya 60-dan 2-ni tapanda, mən avtomatik bilirdim ki, 30 da 60-ın bölənidir də. Düzdür? Onda bunda garanti bilirəm də. Düzdür? Bilirəm ki, n bölünsün i də garanti olaraq ədədin bölənidir. Onda mən count-u 1 vahid yox, 2 vahid artırmalıyam. Çünki i və n bölünsün i-nin bildim ki, 2 dənə şey var. Okey? Mən bunun saatına deyilə count verir də. Count yox, bizə dediyimiz kimi. Sadə ədədlərin həmişə 2 dənə böləni var. Bax, bir də özü. Count-um 2-dirsə yes, əks halda no verəcək. Tamam? Yaz. İndi bir dənə yoxlayırıq ki, əgər count-um 2-dirsə, siyahısa
Baxın, yesin y-sı böyük, o birisləri kiçikdir, ona fikir verin. Else, shout, no. Tamam. Bunu göndərsək keçəcək. Aydın uşaqlar. Bəli. Belə. Keçək o birisinə, orada daha maraqlı suallar olacaq. Aha, buyur. Burada mən bizdən bir rəqəm istəyirsə, bunu loopla yazmalıyıq məcbur. Başa düşmədim sualı, bir də ver. Yəni burada bir rəqəmdir də, yəni təkcə məsələn 12 rəqəmi. Bundan danışırsan. İndi orada mütləqdir ki, loopla yazaq. Yox, yes sual. Y sualı. Yəni loopsuz başqa necə yaza bilərsən bunu? If-lə. İşte məsonətdə 32 232 kimi bir sənətdə ekləyəcəksən. Uşaqlar, bunu bəlkə daha əvvəlcədən qabağımıza çıxmayıb. 32 bit integer demək. Yəni biz nə deyirik? Məsələn, sualların əvvəldə şərtini nə verirdi? Məsələn, bir dənə sadə sual tapaq, qısa bir sual. Məsələn, burada. Baxın, bu şərt bilirik də nədir uşaqlar? 10-9 şərti nə idi? Biz nə deyirik həmişə? Deyirik ki, yəni ədədimiz 10-9-dan böyük olmayacaq bizə verilən ədəd. Düzdür? Bunu dəfələrlə danışmışıq. Düzdür? Baxın, burada da 32 bit demək, yəni 10-9 yox, 232-ni 232-dən böyük olmayacaq. Yəni bu ədəddən böyük olmayacaq deməkdir. Okay? Yəni bu ədəddə ilə 10-9-a yaxın bir şeydir belə baxanda. 4 və 10-9-a yaxın bir şeydir. Tamam? Yəni sən ora kimi oturub işləyə bilməzsən də, Yusuf. Tamam? Yaxşı. Məsələn, bir dənə ağlımda bu var, bunu deyəcəm. Yəni ümid edirəm ki, elə başa düşməmisən. Bilirik də bu inputa verilənlər sadəcə bu ikisi olmur da, daha çox input olur əslində. Düzdür, bunu bilirik də yəqin ki. Bəli. Aha. Nəsə fikrində var, mən onu başa düşmədim. Yəni bəlkə if-lə nəsə məntiqli bir şey deyirsən. Amma yox, yəni o if-lə alınan, if-siz alınan bir şey deyil. Yaxşı olar. Onda gələk buna. Ədədin bölənləri. Ədədin neçə dənə böləni var, onu istəyir. Əslində dolayı yolla baxsaq, biz elə count-u tapırıq. Düzdür? Yəni burada if əvəzinə mən shout count versəm, əslində cavabı tapmışam. Kimi görsəniz. Amma bir dənə problem var. Onu kim deyər? Kim görə bilər o problemi? Hə, uşaqlar. Sizcə nədir bu problem? Ədədin bölənlərini əslində biz nə deyirik? Baxın, i-ni tapırıq. Bir də n bölək i-ni tapırıq. Hə, deyirik ki, hə, düzdür də 2 dənə artır hər dəfə. Kökənə qədər get və ən sonunda count-u çıxışa ver. Kimin nə ideyası var? Niyə? Müəllim, sualda tək ədədlər istəyir, yoxsa? Nə istəyir? Nə, başa düşmədim, nə deyirsən? Müəllim, sualda bizə ancaq təklər istəyir, yoxsa hamısını? Hamısını, təklər yox, ümumiyyətlə, bütün bölənlərini. Uşaqlar, bir dənə fikir versəz, gəlin bayaqki o siyahımızı bir də yazaq. Gəlin bu səfər görəcəksiniz. Ekrana verim. Bəlkə bu səfər özünüz görərsiniz. Məsələn, 60-ın bölənlərini ilə count baxın, endl yazacağam. 60 üçün elə qoyucu tapsın. Baxın, elə 12-ni tapdı. Çünki 6 sətrim var. Hərəsində 2 ədəd var. Totalda 12 edir. Bu düzdür. Bəs yaxşı, mən bura 60 yox, 64 yazsam uşaqlar. O zaman nə baş verəcək bir dənə ona baxaq. Bir dənə fikir verin. Baxın. 1 ilə 64, 2 ilə 32, 4 ilə 16, 8 ilə 8. 8-i 2 dəfə sayır. Yəni i ilə n bölək i dedik axı, ikisi də qarantidir. Amma i ilə n bölək i bərabərdir deyə bunu 2 dəfə sayır. Bizə lazım neçə dəfə sayması? 1 dəfə saymağı. Aydındır? Səhvin nə olduğunu başa düşürük.
Bəli, Bəli. müəllim. Okey. Məsələn, tək burada deyil. Mən bura 100 də yazsam, yəni hər hansısa bir ədədin kvadratını yazsam, uşaqlar, mənə ən sonuncu dəfədə nə edəcək? 2 dənə eyni şey sayacaq. Çünki kökənə gəlib çıxacaq və kökən onsuz da bilirik ki, ədəd kvadrat ədəd olduğundan həmişə bölünür. Bölündüyü üçün də n ilə n bölünüsünü bərabərdir. Çünki n i-nin kvadratıdır da elə. Ona görə bunu 2 dəfə sayır. Hə, yaxşı, mən bunu necə qarşısını alaram? Bir də if yazaram qısaca ki, i vur i n-dirsə, yəni ədədimi məsələn, buradakı 10-a baxanda desəm ki, 10 vur 10 100-dürsə, yəni baxdığım ədəd kvadrat ədəddirsə, yəni hansı ədədin kvadratı kimi göstərilə bilirsə, onda məndən neynə? Get count-u 1 vaid azal. Niyə? Çünki bir dənənin əvəzində mən 2 dəfə artırmışam da. O bir dəfəni azal. Hə, bunu eləyəndən sonra mən nə deyəcəm? Avtomatik məsələn 100 verəndə mənə 9 verəcək. Okey? Bunu bir dəfə sayacaq. Baxmayaraq ki, 2-dən 10 verib ekrana. Aydın uşaqlar. Bəli. Tamam. Nihan, Nərgiz, Hüseyin, Hüseyin, Elvin, İsmail, Sinan, Zavid, Ayxan. Bəli, müəllim. Aydındır. Bəli. Bəli, müəllim. Okey. Keçirəm. G. Aha, artıq şey olur. Yəni artıq bunlar artıq çox sadədir. Hətta baxın, n 10 üstü 5-dir. Burada heç kökə kimi getmək yox. N-in özünə kimi getsəz belə zamana düşmürsünüz. Bunu diqqət edin. Düşmədiyiniz üçün ədədin nə istəyir? Tək bölənləri istəyir. Bir dənə bundan əlavə də bir dənə end qoyub yoxlayacaq ki, i faiz 2 1-dirsə, yəni ədəd həm ədəd n-in bölənidirsə, həm də təkdirsə, o zaman shout i ver. Okey. Burada artıq count ehtiyac qalmır. Çox sadə bir sual. Sonra bunu yazmışsınız. Neçə səfər yazıb bunu? G-ilə. Aminə ilə. Aminə məsələn, bu niyə heç həll göndərməyə yoxlamamısan? Çox sadə həll də axı, sual da axı. Bunu sən səhvə baxaq mənə qısaca. 1 nə yoxlamısan burada? 2 vur ədəd bölünürsə no eksi-6 yes. Əslən məntiqli verirəm. Görüm niyə səhv verib. 2 3 4 5 6 7 8 9 10. Burada yes-dən sonra return 0 yazmamısan. Bu 1. No tapmısansa, məsələn, bu kodu heç bir dəfə harasa yazıb yoxlasaydın, bax məsələn, bir no halı tapsaydın, yox, no yox. Hə, bir no halı olan bir şey tapsam, məsələn, 100-ün özü elə. Bir dənə fikir ver, çıxışa. Gördün? Neçə dəfə no, neçə dəfə yes verdi. Aydın Aminə. Yəni, onun üçün deyirəm ki, həmişə kodu yazdınız, bir səhv aldınız, yeni bir iki ədəd qoyun. Ən balacaları qoyun, ən böyüklərdən bir neçə ədəd qoyun. Ortalardan bir dənə ədəd qoyun. Yəni, 3-4 dənə də olsa, yoxlayın bir şeylər. Bəzən həqiqətən bax gördünüz, bir dənə adi 100-dür də, yəni xüsusi bir bug verən ədəd deyil ki, nə bilim 93 deyil ki, xüsusən tapdım, qoydum. 100-dür də, yəni adi bildiyimiz ədəddir. Gördün neçə dənə şey verdi. Necə düzəldə bilərik uşaqlar? Biz return 0-dan danışmışıq. Nə edirdi? Cavabı tapandan sonra mən return 0 yazsam, hər iki yerdə. Return 0 nə edir dedik? Kodu o dəqiqə durdururdu. Yəni sən no tapdınsa, artıq dur. Okey, yəni no-dan sonra heç bir şey hesablama. Hə, no tapan kimi durdurdum. Bu həlli göndərsən böyük ehtimal keçəcək. Tamam, Aminə. Aydındır müəllim. Belə. Sən səhvə baxdıq. Buna baxdıq, F-ə baxdıq, onsuz da G-yə baxdıq, H. Ədədin bölənlərin sayı bayaqki sualın eynisidir. Sadəcə 1-dən və n-dən başqa deyir. Və biz bilirik ki, onsuz da bütün ədədlər 1-ə və n-ə bölünür. Yəni özünə bir də şeyə bölünür. Nə edə bilərdiniz? O bayaq kodumuza qaytaraq bir dənə. Buradakı kodumuza SQRT olan.
Ya burada çıx 2 qoya bilərsiniz. Çünki 1 ilə eni saymayacaqsınız da. Tamam? Çıx 2 mənası budur. Ya da istəmirsinizsə burada 1-i 2-dən başladın ki, nə 1-i 1-də artırsın, nə də n-də artırsın. Tamam? 2 dənəsindən birini eləyə bilərsiniz. Aydın oldu? Niyə 1-i 2 elədik və çıx 2 yazdığımız? Bəli. Okay. Sonra i. Daha sadə bir sual. Timinglər isə baxmayacağam. Wronglar isə baxarım. Yox, bu dedik ki, belə deyil. İ sualı. İ sualı nə deyir? Şimdi uşaq görürsünüz, ədəd təkdirmi, cütdürmü deyə bir çıxışa şey verməlisiniz. Bunu da bilir ki, while sinlə ədəd daxil edərik. Düzdür, yaşkən yazaq. While sinlə daxil elədik. Bir dənə yoxlayacaqsınız ki, n faiz 2 sıfırdırsa neynə və yaxud da bərabər isə 1-i demiş ki, eləmirik. Artıq bundan əl çəkirik. Neyinirik? Nida bərabərdirsin yoxlayırıq. Çünki mənfi müsbət məsələsi var. Yusif, Nərgiz, Nihat. Siz onu bilirsinizmi? Bir n faiz 2 yazanda cüt olduğunu yoxlamaq üçün bərabər-bərabərdə 0 yazsaq, cüt olduğunu yoxlaya bilirik. Düzdür? Hə, müəllim. Bəli, bəli. Əgər bərabər deyilsə, çək. Nida bərabər. Bunu yazmırıq. Bundan qaçınırıq. Niyə? Çünki biz uşaqlarla danışmışıq. Sizə də deyim qısaca, bəlkə bilmirsiniz. Mənfi, o ədəd mənfi ədəd olsa, yəni mənfi 5, mənfi 3. Bu sizə 1 yox, mənfi 1 qaytaracaq. Və mənfi 1 olsa kod gəlib düşünəcək 1-ə bərabər deyil. Onun üçün bunu cüt hesab eləyəcək. Amma deyil. Onun üçün nə edirik? Nida bərabər 0 yazırıq. Bu da bizə dolayı yolla tək olmadığı deməkdir də elə. Tamam? Bəli. Aha. Bir dənə yoxlayırsınız bunu. Yoxlayırsınızsa cout n daha sonra oradakı is o nə bilim nə yazmışdınız o eyni qaydada yazıb handle yapışdırırsınız. Все. Bu qədər sadə. Yəni son o else-ni yazırsınız sadəcə bunu yazmadım mən. Görək orada kiminsə bir dənə səhvi var. Sinə nə olmuşsan? N is even, n is odd. Handle. Sıfırdırsa even, təkdirsə handle. Son işarətindən nə fərqi var ki, ilk subtask ilə keçməyib. Yenə özüm də səhv demiş oldum. Şöyle baxın, n var. Mən elə bildim n yoxdur. Bu n var. Bu n varsa mən artıq belə bir şey eləməliyəm. Elə x sin while yerinə n bölüdü 0, yəni bildiyimiz formatiki. Sin x n minus minus. Burada da x yoxlayırıq. Tamam, yəni son şərtini səhv baxmışam sadəcə. Yoxlamalı olduğum yəni artıq demişik də for məntiqində, yəni n altda n-dən ədəd tipini biz çox görəcəyik. Tamam? Yəni 3 dənə ədəd verəcəm sənə, 3 dənə ədəd üçün mənə cavab qaytar məntiqidir. Aydındır, Aminə? Və yazmayalım. Həmin. İyi, tamam. Neçə sualımız qalıb ki? J çox qalmayın. Yaxşı. Sum of elements çətindirmi? Deyil. Yenə n ədəd. Şöyle baxın. Bir dənə qısaca buna fikir verək. Qısaca demək xətini deyəcəm. Sin n desəm, şöyle mən bir dövr kimi for'dan istifadə eləsəm, int i 1-dən başlayıb i kiçik bərabər n-ə qədər getsəm, bu for mənə totaldan səfə dövr eləyəcək. Əgər ortada break falan yoxdursa. N dəfə. N dəfə. Düzdür? Aydındır. Yəni aydın deyilik, yəni bu qaranlıq deyil sistema. 1-dən başlayıb n-ə kimi hər dəfə 1-1 gedirik. Okay? Bir qaranlıq yoxdur belə görünür. Yaxşı. Mən bəs bunu buradan bərabər silib bunu da 0 eləsəm neçə dəfə dövr eləyər? Mənim time limit yazar. Niyə? Yox, mən
Saçdım. Yenə Hı. n dəfə En eləyərik. başta. Yox, yenə n dəfə eləyəcək. Əslində dəyişən bir şey yoxdur axı. Əvvəl 1-dən başlayıb n də daxil olmaqla gedirdi. İndi 0-dan başlayır. N-ə qədər gedir. Yəni bir dənə burdan azaldı, bir dənə də burdan azaldı. Yəni bir vahid totallıqla sola sürüşdü də. Əslində belə baxsaz. Məsələn n5 olsun, deyək ki. Bir dəfə 1 2 3 4 5 şəklində gedəcəkdi. İndi 0 1 2 3 4 şəklində gedir. N-ə qədər 5 olanda artıq durur. Aydındır uşaqlar? Bu ikisinin fərqi. Amma yəni məntiq etibarilə ümumilikdə hər ikisi n dəfə gedəcək. Onda mən bunu bilirəmsə n dəfə gedəcəyini. Mən artıq bundan while-dan yox, elə bundan istifadə edib n dəfə gedən bir şey yazmaq istəyirəmsə, bundan rahatlıqla istifadə edə bilərəm. Double-da bir dəfə sum götürəcəm, olsun 0. Bir dəfə double-da x götürəcəm, önəmi yoxdur. Sin x sum plus bərabərdir x. Düzdür. Bunu da silək. Siyah x və bu siyah sum bu ilə də bitir son. Aydındır, amma əsas burada olan, baxın bu dövrdür. Bunu nəyə görə deyirəm? İstəsəz burada 1-dən kiçikdir, bərabərdir. N-ə kimi gedə bilərsiniz. İstəsəz də 0-dan N-ə qədər gedə bilərsiniz. Tamam? Yəni 2 həlli, ikisi də düz sayılır. Aydındır uşaqlar. Bəli. Bu da belə. Bu da belə. Tək element dərsidir. Yenə n ədədi aldınız. Yenə yoxlayacaqsınız ki, əgər ədəd təkdirsə aldığınız ədəd bu səfər double əvəzinə elə götürək. Götürəndən sonra deyəcək ki, ədəd əgər x faiz 2 nida bərabərdirsə 0-a, yəni təkdirsə siyahı həmin ədəd. Yoxsa əks halda bir şey eləmir. Aydındır, bu şəkildə gedir. Yenə çətin bir şey yoxdur. Neysə, bunları tez-tez artıq keçək. İndeks. Even index, indeksin nə olduğunu uşaqlar, bəlkə bəziləriniz bilmir. İndeksləmə budur ki, məsələn, bu ədədlərin özləridir. Amma mən məsələn də, deyək ki, mən bura bir dənə də 14 əlavə edeyim. Düzdür? Mən Ayxana deyirəm ki, Ayxan, Ayxana deyirəm ki, Ayxan, 14-ün üstünə 8 gəl. Ərrəydəki 14-ün üstünə 8 gəl. Ayxan deyəcək ki, müəllim, ərrəydə 2-dən 14 var axı. Mən hansının üstünə 8 gələm, bilmədim axı. Düzdür? Onun üçün mən deyəcəm ki, Ayxan, məsələn, birinci elementin üstünə 14 gəl. Ərrəydə həmişə bir dənə birinci element ola bilər də, düzdür? Və yaxud da 3, 4, 5, 6, 7, 8. Ərrəydə həmişə bir dənə 8-ci ədəd ola bilər də, düzdür? Onun üçün mən desəm ki, Ayxan, 8-ci ədədin üstünə 14 gəl, məsələn 8 gəl. Hə, Ayxan o dəqiqə başa düşəcək, mən bunu deyirəm. Bunun üstünə falan ədədi gələcək. İndeksləmə də necə işləyir? 2 növ indeksləmə var. Biz əsasən görəcəyik 0-dan indeksləmə. Bir də ola bilsin görərik arada 1-dən indeksləmə. Sualdan sola şərtində vurğulanır o. Sualdan sola dəyişir. 0-dan indeksləmə adından göründüyü kimi 0-dan başlayırıq. 0, 1, 2, 3, yəni uyğun olaraq da yazıram altına. 5, 6, 7. 0-dan indeksləmə bu şəkildə işləyir. 1-dən indeksləmədə bunların hamısının üstünə 1 gəlir. Ədəd üçün 1-dən başlayırsınız. 1, 2, 3, bu şəkildə 1-dən indeksləmə gedir. Tamam uşaqlar. Bu da belə. İndi burada məsələn fikir versəz görərsiniz ki, 0-dan indekslənib. Mən bunu harda nəticəyə gəldim? Baxın, 14 məndə hansı indeksdir? 0-dan indekslənsə cüt indeks sayılar da. Yoxsa mən 1-dən indeksləsəm 14 necə cüt sayıla bilər? Düzdür? İndeks yəni 1 necə cüt sayıla bilər? Sayıla bilməz də.
Onun üçün məsələn burada görürəm ki, sıfırdan indekslənib. Sıfırdan indekslənibsə 14, 3, 17 və 9-u çıxışa verməliyəm. Aydındır uşaqlar? Mən axırını başa düşmədim. Mənim dedizə 0-da 14 o isə. Bir də. Niyə başa Və axırda dedizə ədədləri seçdizə müəllim. Oranı deyirəm. Axırıncı dediyinizə. İndeksləmə başa düşdün? İndeksləmə nədir? Bəli. İndi burada mənə 0-cı elementin nə olduğunu de. 14. 14. Bir ikinci elementin nə olduğunu de. 3. Dördüncü elementin nə olduğunu de. 17. İşte bak. 0 cütdür. 1 cüt değil. 2 cütdür. 4 cütdür. Bir də 6 cütdür. Düzdür? Bunların Bəli. uyğun olaraq ədədlərini dedim əslində mən orada. 3, 17 və 9. Hə, başa düşdüm. Eyni şey götürmüşəm də. 14, 3, 17 və 9. Yəni 0-cı, 2-ci, 4-cü və 6-cı. Tamam. Bəli. Şöyle bir də fikir versəz, bax mən bəlkə sizə niyə birdən n-ə, bir də 0-dan n-ə qədəri öyrətdim. Elə fikir versəz, burada i ədədi, bizim istifadə etdiyimiz i ədədi indeksi bildirir. Fikir verin bir dənə. 0-cı üçün 0-dan, 1-dən lazımdırsa 1-dən başladıb n-ə qədər getsə, n daxil olmaqla getsəz, istənilən iki növün ikisini də canlandıra bilirsiniz. Onda. Mən indeksləməni ilə buna görə baxsam, bu səfər x-in tək cütlüyünə yox, i-ni tək cütlüyünə baxacağam. i cütdürsə x-i çıxışa ver, deyilsə heç bir şey eləmə. Aydındır. Bunu məsələn run edək indi. Test case'imiz başqadır burada böyük ehtimal. Bir dənə yazmışam. Məsələn baxaq. Burada bir dənə 100 yazılıb da. Bunu dəyişək. Məsələn 14, 3, 17, 9 verməlidir. 14, 3, 17, 9. Aydın oldu uşaqlar. Bəli. Diğerləri İsmail, Amina falan, Çınar. Aydındır məncə. Aha, belə. Bu şəkildə indeksləmədə əslində çox asan bir şeydir. Sonra M bu yazanların içində fayda. Həqiqət çox maraqlı sualdır M sualı. Heç kim yazmıyor M sualını ciddisiz. Bir də Aminanın test səhəfinə baxaq. Tam tərsini eləmişsən. Sən indeksləməni 1-dən götürmüsən. Aydındır? İndeksləməni 0 götürməliydin. Tamam da, bax, biz onsuz deyirik ki, forun məntiqi nədir? For sənin üçün özü update edir. Yəni, özü i-ni artırır. Düzdür? Sən niyə bir də i-ni artırmaqla uğraşmısan ki? Aydındır? Şey düşünmüş ola bilərsən, elə istəmirsən ki, deyəmsən 14-ü veribsə, 16-ya bir də baxmasın da, düzdür? Direkt buna keçsin, düzdür? Yəni, elə düşünmüsən yəqin ki. Bəli. Tamam, 10 yazmaq olar, bir səhv olmayacaq. Tək səhvin budur, sən orada cütləri istəyir, təkləri yox. Bunu yazsan böyük ehtimal düzəldəcəksən. Tamam. Uşaqlar, solda nə istəyir? Sizə bir dənə n-lə s verilir. Baxın, ədədin uzunluğu n rəqəmli olub, rəqəmlərinin cəmi s-ə bərabər olan ədədləri istəyir. Nə demək? Yəni, uzunluğum 2 rəqəmli olsun ədədlərim və cəmi də necə olsun? Rəqəmlərin cəmi də necə olsun? 2 olsun. Aydındır? N vur ondan böyük olmalıdır rəqəmlər. Nə olmalıdır? Rəqəmlər n vur ondan böyük olmalıdır. Hə, onu da düşünə bilərsən. Mən o qərizdə girməyəcəm. Uşaqlar, belə düşünün. Mən hələ ki bu şey hissəsini boşlayıram. Gəlin son şərtini mən bilirsin, son şərtini dəyişməyə sevirəm. Son şərtini dəyişək. Bir dənə count götürək. Bir
Bir də elə sum götürək. En ədədinin sadəcə sizə verdiyim bir də en ədədi var. Onun rəqəmlərinin cəmindən sayını tapaq. Necə eləyərik? Yəni while başladırıq. Düzdür? Elə komanda olacaq n faiz 10. N böl bərabər 10. Düzdür? Mən hər dəfə samın üstünə count gələrəm. Axı cəmləyirəm rəqəmlərini. Və count-da bir vaid artıraram ki, ədədin uzunluğunu tapım da dolayı onu. Düzdür? Ədədim olsa bu for neçə, while neçə və dövr eləsə, biləcəm ki, ədədin uzunluğu da o qədərdir. Okey? Qaynaq qalan bir şey yoxdur. Hə, uşaqlar? Xeyr. Dəqiq uşaqlar. Xeyr, mən. Çox basic bir şeydir. Yəni çox elədiyimiz bir şeydir. Uşaqlar, indi bir dənə düşünün. Mən gəlin bu sinəni yığışdıraq. Düzdür? Elə qalsın. Elə qalsın. Gəlin elə x-la s-i götürək. X də s. Düzdür? Bir dənə for başlayacağım. Int i olsun. 1-dən x idi bərabərdir. 10 üstü power-ını yazam. Yaxşı, gəlin power-ını yazam. 10 üstü 6 i plus plus. Baxın, bayaq indi yazdığımız kodu salıram forun içinə. Çox uzağa gezmirəm. N-i hər dəfə sin eləyirdim də bayaq. Yəni N-i daxil edib yoxluyordum. İndi daxil eləmədən N bərabərdir i yazıram. Daha sonra gəlirəm bura, yoxluyuram ki, əgər baxın, axtardığım sum məndə s-ə bərabərdirsə, yəni indi baxdığım ədədin samı axtardığımdırmı? Və indi baxdığımın count'u mənim axtardığım x-dırmı? Onda siyahut neynə? i-ni handle elə və bu qədər. Nə baş verir? Mən 1-dən 10 üstü 6-ya kimi, yəni ola biləcək, baxın, 6 rəqəmli ola bilər də girişdəki. Bizə elə verir. Ən böyük 6 rəqəmli ola bilər. 6 rəqəmli ola bilirsə, 9-dən 6 da ola bilər. Düzdür? Mən o nəzərə alıb elə hara kimi getməliyəm? 6-ya yox, 7-yə kimi getməliyəm. Tamam. Niyə 7-yə kimi getdim? Çünki mən 6 yazsam, hadi yox, düz demişəm, da 6 olur. Çünki 1 arxasında 6 dənə 0, elə o deməyə gəlir 0-da, düzdür? Yəni, indi bu dəqiqə uzunluğum 7-dir. Amma bura kimi gələnə kimi mən bütün 6 rəqəmləri görəcəm də, düzdür? Tamam. Okey uşaqlar. Yəni mən 1-dən başlayıb 10 üstü 6-ya kimi getsəm, mən bütün 6 rəqəmləri görəcəm. Məsələn, 1-dən başlayıb 10 üstü 1-ə kimi getsəz, bütün 1 rəqəmləri görəcəksiniz də avtomatik, düzdür? Onda 10 üstü 6-ya kimi də getsəz, bütün 6 rəqəmləri görmüş olacaqsınız. Bunu elədiniz, yoxladınız, yoxlayanda dediniz ki, sumum s-sə və count'um x-dırsa, mənə çıxışa i-ni ver. Yəni, 2 dənə sadə bir kodu birləşdirdim, iç-içə yazdım. Aldım nəyi? Input vermədim. Sonsuza kimi gedəcək. Neçə verək? Məsələn, burada kimi verək. 3 ilə 25-i verək. Bir dənə dursa. 3 ilə 25-i verək. Baxın, bir də deyirəm. N aldım, N üçün tapdım. Daha sonra da o ədədlər özü tapır. Aydın uşaqlar, qaynaq qalan bir şey varmı? Hey. Xeyr. Çətin idimi sizcə həll? Yəni, çoxmu qeyri-adi bir həldimi? Yəni, heç bir işləməmişdik. Xeyr, mənim. Xeyr. Məncə. Biraz düşünsəydik, məncə yaza bilərdiniz. Yeni yazan var mı bəs? Onu yazıb, qəşəng, Çınar bir şeylər demək istəyib.
Baxın uşaqlar, gəlirəm yenə. Sualın şərtində bu sualı niyə bura qoymuşuq? Bu sual for sualı deyil, nə də while sualı deyil. Yəni yazsaz səhv alacaqsınız. Burada olmağının səbəbi bizə anlamağınızdır ki, bu niyə for sualı deyil. Və necə yaza bilərsiniz bu tipli sualları? Toplayırıq. Nə edirik? Toplayırıq. Yəni bir düstur çıxardacağıq. Biz bunu tez-tez edirik əslində uşaqlar. Arada uşaqlar nə edirik? Düstur çıxarmaq öyrənirik. Baxın, sualda niyə for ilə edə bilməliyik? Çünki bayaq dediyimiz kimi A ilə B hər ikisi deyir 10 üstü 9-dan böyük ola bilməz. Yəni məsələn, məndə A1 olsa, B 10 üstü 9 olsa uşaqlar, biz nə dedik? Artıq görürük ki, time limitə düşür də. Yəni 10 üstü 9 dəfə dövr eləyir təxminən. Və onda 10 üstü 7-dən nədir? Böyükdür. O zaman mən nə edərəm? Biraz düstur çıxartmalıyam. Yaxşı, mən 1-dən n-ə kimi olan ədədlərin şeyini tapmalıyıq da, belə deyək. Samını tapmalıyıq. 1-dən n-ə kimi olan ədədlərin cəmi. Cütlər idi, təklər, bir də unuduram. Even, cüt ədəddə. Uşaqlar, məsələn, mən 1-dən, yox, 1-dən deməyim, A-dan B kimi olan ədədlərin içində cüt olan ədədləri yazmalıyam. Gəlin hələ ki sadə baxaq. Nə baxaq? Bu sualın çox maraqlı bir izahı var. Qısaca yox belə məncə desəm aydın başa düşəcəksiniz. Gəlin A-dan B-yə olanı tapmaq əvəzinə sadəcə 1-dən A-dan B-yə olmaq əvəzinə 1-dən n-ə kimi olan ədədlər içində şey tapaq. Cütlərin cəmini tapaq. Yəni 1-dən n-ə kimi olan ədədlər içində cüt olan ədədlərin cəmini tapaq. Bu necə eləyəcəyik? Bir dənə fikir versəz, 1-dən sonra 2 gəlir, sonra 4 gəlir, sonra 6 gəlir, 8 gəlir. Bu şəkildə n-ə qədər n-in tək və cüt olmağından asılı olaraq n daxili deyil, ora kimi gedir. İndi fikir versəz, mən də nə bilirəm, ədəd cütdürsə uşaqlar, demək 2-yə bölünür də 100%, düzdür? Bunu bilirəm də. Bax, bunların hamısını cəmləyirəm də, düzdür bu dəqiqə. Mən bunların hamısını cəmləyirəm. Cəmləyib bir sam axtarıram, düzdür? Onda mən uşaqlar, belə bir şey deyə bilərəm də, mən hər iki tərəfi, bunu 2-yə bölüm, bunu da 2-yə bölüm. Onda mən nə alacam? 1 üstə gəl, baxın, bilirik də bunu ayrı-ayrı bölməliyik. 1 üstə gəl, 2, üstə gəl, 3, ta üstə gəl 4, ta n bölünsün 2-yə kimi. Onda uşaqlar düşünün, n-in cüt və ya tək olmağının bir önəmi yoxdur da. Biz bilirik ki, kod olsa n bölən 2-ni böləndə, tək də olsa böləcək, cüt də olsa bölə biləcək. Tamam? Yəni, məsələn, 9 belə olsa mən 8-ə qədər toplamalıyam deyə bunu 4/5 yox, 4 kimi böləcək də, düzdür? Yəni, 9 bölü 2-ni 4 hesablayacaq. Uşaqlar, bir də buna fikir versəz, bu bölü 2 var da, bu bölü 2-ni yadda saxlayaq bir dənə. Baxın, mən nə aldım? 1-dən n bölü 2 kimi olan ədədlərin cəmi. Mən 1-dən n kimi ədədlərin cəmi düsturum, sizə demişəm, düzdür? Yadınızda da sizə bir şey göstərib yazdırdım onu. Xatırlayırıq mı o düsturu? Necə idi o düstur? 1-dən n-ə kimi olan ədədlərin cəmi düsturu. Heç kim xatırlamır bu dəqiqə. Şöyle heç biriniz xatırlamırsınız. Müəllim, o hansıydı ki, n vur mərtəzədə n üstə gəlsin bir bölsün ki? Ay, sağ bundan söhbət gedir. Bu nə idi uşaqlar? 1-dən n-ə kimi ədədlərin cəmi idi. Yəni mən məsələn 1-dən 5-ə kimi ədədləri toplamaq istəsəm, bir-bir toplamırdım. 5 vurulsun 6, bölünsün 2-dən tapırdım ki, cavab 15-dir.
Aydındır uşaqlar. Bunu bu şəkildə yaza bilirik. Yazıda da bu necə alındığından da bir qısaca danışmışdıq. Bu belə. İndi bundan istifadə edərək, mən demişdim axı bunu yazın, biz bundan çox istifadə edəcəyik. Tamam. Onda mən bundan istifadə edərək, baxın elə 1-dən n bölü 2 kimi olduqdan cəmidir. Onda n bölünsün 2 vurulsun. N bölünsün 2 üstə gəl 1 bölü 2. İndi uşaqlar bilirik də, onsuz bunu başqa bir dəyişən deyirik. Məsələn, 2x deyirik. X-ə kimi olan ədədlərin cəmini, sonra mən yenə 2-yə vururam. Vur 2 burada gəlir. Baxın, bu böldük bayaq 2-yə. İndi təzə 2-yə vurmalıyıq ki, bu bölü 2 getsin də, düzdür? Onda bu 2-lər də gedir. Elə mənim cavabım şey qalır. N bölü 2, n bölü 2 vurulsun. Üstə gəlsin 1. Yəni mən 1-dən n-ə qədər olan ədədlər içində cütləri tapmaq istəyirəmsə, bu şəkildə tapa bilərəm. Sizə bir dənə yoxlayaq. Məsələn, 1-dən 9-a kimi olan ədədlər içində cütlərin cəmini tapmaq istəyirəm. Əllə yoxlasaq 2, 4, 6, 8-dir də 20 edir. Düzdür? İndi orada kodda yoxlayaq. 9 bölü 2 mənə verəcək 4. Vur. 4 üstə gəl 1. 5. Elədi nə? 20. Aydın uşaqlar. Bu necə aldıq? Bəli. Bəli. Belə. Hə, indi gələk bizim sualımızın orijinal versiyasına. A-dan B-yə kimi olan ədədlərin cəmini. Uşaqlar, bunda çox düşünməyə ehtiyac yoxdur. Bir dənə yadınızdadır, indi gəlirəm ikinci düsturumuza. Onda bu səfər heç kimin yadına deyil. A-dan B-yə kimi olan ədədlərin nə idi bu? Deyək, düsturumuz var idi. Cəmi düstur var idi. Yəni A-dan B-yə kimi olan bütün ədədlərin cəmini hesablayırdı. O nə idi? A üstə gəl B vurulsun. Mən vurulsun 5 çıxılsın A üstə gəlsin 1. Böl 2. Okey. Bunda 2 dənə düstur yazdırmışam il boyu. Sizə çox düstur yazdırmağı sevmirəm. 2 dənə düstur yazmışam, heç bir yadınızda deyil. Belə olmaz uşaqlar. 100 dənə düstur, müəllimlər kimi, din müəllimləri kimi eləmirəm ki, bütün düsturları əzbərlətdirmirəm ki, 2 dənə düstur istəyirəm də sadəcə bilməyiniz lazımdır. Yaxşı, bu belə. Uşaqlar, birdən enədən neynədik? Hər şeyi necə ki 2-yə bölmədik. Burada da hər şeyi, yəni A-dan B-yə olan hər şeyi 2-yə böləcəm. Bunu eləyəndə mən nə baş verəcək olan yolla? A bölünsün 2-dən B bölünsün 2-yə kimi ədədlərim B-dəyi artıq 1-1 artacaqdır. 2-2 yox. Düzdür? Ədədlərim 1-1 artacaq. Okey uşaqlar. Aydındır? Bax, burada 2-2 cəmləməli idim. Yəni 2-2 artırdılar. Məsələn, deyək ki 8, 10, 12 məsələn belə yola gedirdi. A-dan B-yə kimi. Amma indi artıq A bölü 2 olduğuna görə 4, 5, 6, yəni baxın eyni şəkildə yazıram. 4, 8-i böldüm 2-yə, 10-u böldüm 2-yə 5, orada 12 var. 12-ni böldüm 2-yə elədi 6. Görürsünüz artıq 1-1 gedir. Tamam. Necə ki burada n vuraq n plus 1-dən istifadə elədim. Mən burada da bundan istifadə eləyəcəm. Aydın uşaqlar. Bəli. 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 İndi eləməli olduğumuz nədir? Sadəcə A bölünsün 2-nin bir dənə burada xüsusi yanı var. A bölünsün 2-nin bir dənə biz elə eləməliyik ki, iç sərhədə düşsün. B bölü 2 də bir əvvəlkinə düşsün. Bu nə deməkdir? Deyəcəksiniz ki, mən bu hardan çıxdı? Burada necə? Baxın, n bölü 2-də nə deyirdik? 9 bölünsün 2 bizə lazım idi. Elə 4 vermək lazım idi. Hə, bilirdik ki, C++ bunu 4 kimi qaytarır onsuz da bizə. Amma məsələn, bizə lazımdır ki, A bölünsün 2-ni, məsələn, 9 bölünsün 2-ni bu səfər bizə 4 kimi yox, 5 kimi qaytarsın. Niyəsi də çox sadədir. Belə də bir deyək ki, bu aralığı hesablayırıq da.
Mən hər şeyi 2-yə böləndə belə də ədəd deyək ki, əvvəl bura düşürdü. Düzdür? Böləndə deyək ki, gəlir bura. Məsələn, əvvəl 9-dur. 9-u böldüm 2-yə gəlir 4 düşür. 4-ü sonra biz o bayaqki məntiqlə 2-yə vuranda yenə 4 olacaq, gələcək bura hara düşəcək? 8-ə düşəcək. Aydındır? Ona görə mən artıqdan bir dənə 8 hesablamış olacağam. Amma mən bunu böləndə, 9-u böləndə elə eləsəm ki, 5-ə gəlsin, 4-ə yox. Bu 10 da vuranda eləyəcək 10, 2-yə vuranda təzədən. Fikir verin bir dənə. 10 mənim axtardığım şeyin içindədir də, sərhədin içindədir. Aydın olurmu uşaqlar? Çox qarışıq demirəm. Çox qarışıq deyirəmsə, biraz daha sadələşdirməyə çalışım. Uşaqlar, Meksika çöllərinə döndük yenə. Meksika çöllərində kimi qum fırtınası səsi gəlir. Aydın. Problem yoxdur. Aydın. Aydındır. Aydındır. Necə? Aydındır mənim. Aydındır müəllim. Heç nə. Bax, bir dənə önəmli olan budur. Nə edirik? A bölü 2-ni bir dənə iflə yoxlayırıq ki, bölünmürsə, bir dənə sonrakına, yəni 4-ə yox, 5-ə qayıt verəcəyik. So, B onsuz da bizim işimizə yarayır tam bölünməyi. So, aparıb düsturda yerinə qoyacağıq. Bunu da 2-yə vuracağıq. Yəni bu gedəcək. Bu qədər. Yəni çox bir şey eləmirik. İnan uzun deyil sualın həlli. A ilə B-ni alaq tez. For nə idi? A ilə B-ni alaq. Sin A, B. Dedik, baxın. Bir dənə yoxlayırıq ki, A faiz 2. Məndə 1-dirsə, nida yazım bunu. Özümə də deyirəm hər dəfə. Nə edəcəm? A-nı bir dənə artıracam. Tamam. Niyə artırdığımı indi görəcəyiz. Artırandan sonra A böl bərabərdir 2, B böl bərabərdir 2. Baxın, əvvəl deyək ki 9 idisə, mən bunu artırmasaydım, 9 bölünəcəkdə olacaqdı 4. Mən dedim ki, mən bu sərf eləmir də, düzdür? Amma bir dənə artırdım deyə olur 10, təkdə axı. Baxın, tək cüzü bilirəm ki, artıq 100%, bir dənə artıranda olacaq cüt. Cütü də böləndə biləcəm ki, artıq 4 yox, 5-ə yuvarlanır. Okey? 4 yox, artıq 5 oldu. Gördünüz? 9 böləndə artıq 5 kimi yadda saxlayır. Tamam. Bunu elədik. Daha sonra B-ni də böldük. Dedik ki, B-ni də bizə bölmək lazımdır. So, B-ni böləndən sonra elə bir dənə sam götürürük. Bunu cavabı hesablamaq üçün. Ne dedik? A üstə gəl B vurulsun. B minus A plus 1 böl 2-ni yazmıram. Niyə? Çünki dediyimiz kimi o altdakı kodu izah edəndə onu dedik də. Çünki buradakı böl 2 ilə o 2-yə vurmağımızla bunun ikisi gedir. Eyni məntiq burada da var. Ona görə burada bunu yazmırıq. Ana kodumuz. Kodu itirdik. Bunu yazmırıq və bu ilə bitiririk. Siyah sam desəz elə şey tapmış olarsınız. Məsələn 8-dən yox, ya 7-dən 15 yazaq. Nə tapacaq kodumuz? 44 tapdı. Əllə tez yazaq görək nə olur. 7-dən 15 yazmışdıq da, düzdür? Unuttum. Aha, məndə var. Baxın. Şeydə hesablayacağım. 8, 10, 12, 14 və bitdi. Gördünüz? Cavabımız edir 44. Aydındır uşaqlar. Əsas, baxın, kodu da önəmli. Əsas həlli başa düşdünüz. O yerə necə gəldik. Bəli. O daxil deyildi də, düzdür? Bəli. Son həlli bayaqkindən eynidir. İstəsəz, baxın, 10 üstü 8 tayma düşməz əslində. Baxın, 10 üstü 7 ilə 10 üstü 8 ikisi də bəzən qəbul edilir. 10 üstü 8 də olar, 10 üstü 7 də düşünə bilərsiniz. O forun limiti var deyə danışırdıq. Birdən elə kimi yoxlayın. Olmasa, hə, istəsəz keçib kökənə kimi də yaza bilərsiniz. Tamam. İkisini də yoxlaya bilərsiniz.
Mən ev tapşırığını haqqında verirsiniz. İndi onu deyəcəm. Şöyle baxın, A-dan hardasa O-ya qədər P-yə qədər vermişəm də hardasa. 2 az vermişəm. Yenə eyni qədər verəcəm. O-dan A, B-yə qədər yazıram burada. O, AB daxildir. AB daxil olsun sənə xətrinə. Bu O-dan AB-yə qədərdir də, yəni onu bilirsiniz, düzdür? İki uşaqlar. Ev tapşırığında bir dənə gözlüyün çıxmayın. Bir dənə gözlüyün çıxmayın. O, bunu yazacaqsınız. Square of number yazacaqsınız. Maksimum digit yazarsınız. Güvənirəm. Yəni keçmədiyimiz bir şey olub olmadığına baxmağa çalışıram. Append 3. Append 3-ni bir dənə tez deyək uşaqlar. Sual şərti nə deyir? Ədəd verilir. Ədədin, baxın, ədəd ortada durur. Əvvəlinə 3 artırmaq lazımdır, sonunu 3 artırmaq lazımdır. 56. Əvvəlinə 3 artırmaq lazımdır, sonunu 3 artırmaq lazımdır. Əl qaldırın. Çox adam məncə cavab vermək istəyəcək. Necə eləyə bilərik? Buyur Aminə. Müəllim, həm siyahıda əvvəlinə 3 və axırına 3 artırıb verə bilərik, həm də vur üstə gəlsin 3000 və axırda da üstə gəlsin 3. Aysu elə birinci ilə bəhs edir. Siyahı 3, siyahı A, bir də 3. Şöyle biz nə demişik? Bizə bəzən, onsuz biz yadımızda ədədləri Lego məntiq yadımızdadır uşaqlar. Lego məntiq kimi unutmamısınız Lego məntiqini çox Xeyr. Eyvallah. məşhur məntiq. Lego məntiqini elə əyani yoludur da bu da, düzdür? Lego məntiqi nə idi? Mən elə ekran olan görünüşüm o olsa bəs edirdi. Mənim burada önəmlidirmi? 3563 olsun. Yox. Elə 356 3 kimi də çıxışa versəm, yəni elə latina demirəm də, indi yazmamışam onu. Mən bəs edir, düzdür? Və yaxud da burada 3 24 56 3. Yəni sadəcə mənə önəmli olan nədir? Siyahıda olan görünüş birləşik olsun. Tamam? Bəli. Power of 2 bunu yazarsınız. Yəni sual çox sadədir. Repetition with bu çətin suala oxşuyur. Yəni çox uşaqlar bunu niyəsə çətin qəbul edir. Amma mən sizə güvənirəm, yazacağınızı düşünürəm. Yenə ədədlərin sayı bəlli deyil. Cəmli sayını istəyir, çox sadədir. Bayaqkının daha sadə versiyası. Some people hate yazarsınız bunda. Bunu yazarsınız. AB daxil dedik də. Aha, onun qüvvəti. Heç nə. Ev tapşırığında bir problemimiz olmayacaq. Bugünkü dərsdə qaranlıq qalan bir şeyiniz oldu. Xeyr. Eyvallah. Deməli, onda nə edirik? Yusif, Nərgiz, Nihat, bir də Cavid. 4-ü qalır. Qalanlarının bir sözü yoxsa çıxa bilər.